Smart Customs tətbiqində bağlamanızı bəyan etmək indi çox rahatdır. Bunun üçün ilk olaraq tətbiqə daxil olun. Əgər FIN kodla giriş etsəniz, bu halda bəyannamələr arasına düşmüş yeni bəyanı edərkən bu cür bir bildirişlə qarşılaşacaqsınız. Bu bildirişlə qarşılaşırsınızsa, deməli hesabdan çıxış etmək və müvafiq tələblərə uyğun olaraq yenidən daxil olarkən giriş üsulu kimi sima imzadan istifadə etmək lazımdır. Açılan pəncərədə əməliyyatı davam etmək üçün vətəndaş imzanızı seçin. Sima imza ilə giriş etdikdən sonra əsas səhifədə elektron ticarət, sadələşdirilmiş bəyannamə bölməsinə keçin. Burada bəyan edilməmişlər siyahısından cari bağlamanı seçərək bəyan et düyməsinə toxunun. Daha sonra göndərişə uyğun olaraq məhsul kateqoriyasını və məhsulun dəyərini daxil edin. Məlumatları diqqətlə yoxladıqdan sonra bəyannaməni təsdiqləyin. Əməliyyat uğurla tamamlandıqda ekranda təsdiq işarəsi görünəcək və sizə bəyannamə nömrəsi təqdim olunacaq. Beləliklə, Smart Customs tətbiqində gömrük bəyannamənizi sima imza ilə tez və sürətli bir şəkildə təqdim etmiş olacaqsınız. Daha çox faydalı məlumat üçün izləmədə qalın.